oldu. Yəni bu qədər Bakı və rayon musiqi məktəbləri arasında düzün deyim ki, heç də az bir iş deyil, həqiqətən böyük bir sevincdir. Ondan əvvəl bizim daha bir şagirdimiz Sulduz Nəsirov, o da diplomant olub, o da bir gözəl tarixçi olan müsabiqədə iştirak edib. Çox gözəl, bunlar hamı sevindirici xəbərlərdir. Əlimizdən gələn qədər, bəli. Hər halda Ağdam rayonunun Xanşuşinski adına Uşaq Muğam Musiqi Məktəbi əvvəlki şöhrətini itirməyib, əksinə daha da çoxalıb. Ən az ona görə ki, burada böyük bir məsuliyyət var. Çünki bu məktəbdə elə bilirəm ki, hər zaman, hər dəqiqə xanəminin ruhu dolaşır. Yəni ondan gələn bir enerji var. Biz irəliyən dəqiqələrdə varacağıq bir çox məqamlara, amma mən istəyirəm ki, daha çox bugün Fidan balaları dinləyək. Anar müəllim, sizə də salamlayırıq. Bu məktəbin bir müəllimi olaraq sizin də düşüncələriniz maraqlıdır, buyurun. Çox sağ olun. Bu sənət gözəl sənətdir. Ucu-bucağı görünməyən bir sənət. Gözəl sənət, həm də dərin, çox dərin sənətdir. Yəni bunu öyrənib başa çatmaq mümkün deyil. Nə qədər gücümüz çatır, öyrənirik, öyrədirik. Hələ nə deyim, çox sağ olun, çox var. Gözəlliyi, özəlliyi budur ki, həm özünü öyrənirsən, həm də öyrədə yaşayırsan. Xətər xanım, maşallah bugün çıxışçılarımız çoxdur. Gəlin, yer verək. Kiçik bir hissəsini gətirmişik. Kiçik bir hissəsini bizə təqdim edirsiniz. İndi bu efirin gətirdiyi bəzi məhdudiyyətlər var, amma müəyyən qədər elə bilirəm ki, təsəvvürlərə nail olacaq bugün. Kimə söz verək? Mən burada Nihat Zeynalov var. Gəlsin mikrofona yaxınlaşsın. Gəl oğul. Bəli, ifaya keçid alaq, daha sonra söhbətimizi davam elətdirəcəyik. Buyurun. Dilatır qəlbimizin ən şirin arzuları, dilatır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ, danışar dil dodağım parçaman Qarabağ. Qarabağ can Qarabağ anayım. Anadır arzulara hər zaman Qarabağ, danışar dil dodağım parçaman Qarabağ. Qarabağ can Qarabağ anayım. Qarabağ can Qarabağ anayım. Bu çəmənlərdə gəzir Vaqifin şux gözələr. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Ruhunu buradan alır natavanın qəzəli. Ruhunu buradan alır natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ, danışar dil dodağım parçaman Qarabağ. Qarabağ can Qarabağ anayım. Anadır arzulara hər zaman Qarabağ, danışar dil dodağım parçaman Qarabağ. Qarabağ can Qarabağ anayım. Qarabağ can Qarabağ anayım. Tarlalarında neçə qəhrəman övladı var, tarlalarında neçə qəhrəman övladı var. Əməyi güllər açan xanları bünyatı var, əməyi güllər açan xanları bünyatı var. Anadır arzulara hər zaman Qarabağ, danışar dil dodağım parçaman Qarabağ. Qarabağ can Qarabağ anayım. Anadır arzulara hər zaman Qarabağ, danışar dil dodağım parçaman Qarabağ. Qarabağ can Qarabağ anayım. Qarabağ can Qarabağ anayım.
çəmənlərdə gəzir Vaqifin çox gözəl Şair dostuma saxla bir də Şair dostuma saxla bir də İlhamın dost Qarabağdadır aman Hüvran hay salan sanar canar Laçınlar yuvası Qarabağda diyar Ayar ayar aman eyim Bu çəmənlərdə gəzir Vaqifin çox gözəl Bu çəmənlərdə gəzir Vaqifin çox gözəli Ruhunu buradan alır Natavanın qəzəli Ruhunu buradan alır Natavanın qəzəli Anadır arzumlara hər zaman Qarabağ Danışar bir dodağım Parçamam Qarabağ Qarabağ can Qarabağ anayım Anadır arzulara hər zaman Qarabağ Danışar dil dodağım Parçamam Qarabağ Qarabağ can Qarabağ anayım Qarabağ can Qarabağ anayım Qarabağ can Qarabağ anayım Qarabağ can Qarabağ anayırdım yar ayar yar Çox sağ ol Nihat bala. Maşallah, gələcəyi parlaqdır. Necə də duxduru səsi var. Allah qorusun. Neçə yaşı var Nihat balamızın? 14. 14 yaşı var maşallah. Amma birazdan keçid dövrü başlayacaq da bunlarda. Xəsərən bir balaca söhbət eləyə istəyirsiz, sonra yenə musiqiyə yer verək. Mən ümumiyyətlə bilirəm ki, ümumiyyətlə əvvəllər Qarabağ, Ağdamı yada salsaq, xatırlasaq, istedadlar çox idi, amma bu istedadı rəndələyən, bir qəlbə salan məktəb yox idi. Mən elə düşünürəm ki, həm də bu Xan Şuşinski adına musiqi məktəbi də elə o zərurətdən yarandı. Bəli, əlbəttə. Ümumiyyətlə, necə bilirsiniz, əvvəllər seçimlər necə keçirilirdi, indi necə keçirilir? Yəni, indi müraciət hansı formada olur? Siz tapırsınız, yoxsa onlar məktəbə müraciət edirlər? Bunu bilmək istəyərdim. Bilirsiniz, Səhərə xanım, seçim belədir ki, müraciət çox eləyən olur. Ən çox da xanəndəlik üzrə, yəni bu hamımız bilirik ki, bu Allah vergisidir. Yəni bunu zorla nəsə eləmək mümkün deyil. Gərək Allah o səsi bu uşağa verə. Yoxlayırıq, əlbəttə biz qəbul vaxtı biz bir komissiya təşkil edirik müəllimlərimizdən, xanəndəlik müəllimlərimizdən, tar, kamança, bütün alətlər üzrə müəllimlərdən